əziz dostlar. Danışırıq bu torlardan harda istifadə olunur və niyə istifadə olunur? Bunlar müxtəlif çeşiddən ibarət beton setkaları deyilir buna. Beton setkaları və müxtəlif çeşidlər var. 2'lik, 3'lük, 4'lük, 5'lik, həmçinin 6'lıq. Məyətinizdə, navesin altında hansısa bir beton steyaşka deyək, tökülən yerlərdə əvəz edilməz rolu olan beton setkasıdır. Qoymur çatlamağa, qoymur sınmağa, qoymur dağılmağa. Yəni bu mütəxəssislər də bilir, bunu steyaşkilər də bilir ki, bu nə deməkdir. Çox keyfiyyətli məhsuldur, çox keyfiyyətli. Yəni dəmir konstruksiyalıdır, əziz dostlar. Keçmişdə bunları bir-birinə bağlamaq üçün müəyyən vaxt itkisinə səbəb olurdu ki, onları yanmış məftillərlə bir-birinə sayırlar. Bu gün də müəyyən böyük tikintilərdə ondan istifadə edirlər. Söhbət qalın armaturların bir-birlərinə bağlamasına gedir. Ancaq bu artıq hazır məhsuldur. İstədiyiniz ölçüdə var. Tam olaraq nazikdən qalına qədər artıq tərəf müqabilim qeyd etdi ki, harada istifadə olunur bilər. Bunlar demək içinin kvadratı, 15'in 15'e gedir adeta. Bu 15'in 15'e. Bəli, bu 15'in 15'e. Amma içindən içinə götürəndə 60'dır. Uzunluğu isə 2.70. 60 eni, uzunluğu 2.70. Kvadratların razmeri 15'in 15'ədir. Yəni standart ölçüdür bunlar. Sırf adətən olur iri hallarda 20-20'ye, 25-25'e o vaxtlarım idi da. İndi daha sıx gəlir, daha sıx olur ki, tələbat bunadır. Daha sıx olanda betona çox köməkli olur. Saxlama qaydası çox köməkli olur. Və istifadə qaydasında bilənlər bilir, bilməyənlər də bör-börlər qoyulur. Yanmış məftillə vurğuladığınız bir-birinə bağlanır. Bağlanılır, bəli. Ara məsafəsi yerdən biraz götürülür və betonlu tökülür.